Ağsaqqal bax, oğlun qırıb hamısını, ağsaqqal. 26-sı günü gedəndə mən doldum, ağladım. Dedim, bəlkə İsrafil getməyəsən. Güldü, dedi ki, bəlkə gedəcəkdi. İndi də dursaydı, bəlkə də deyərdim ki, gəl toyun eləyim. Şəhid olmamışdan bir gün qabaq hamımızla danışdı, haqqınızı mənə halal eləyin dedi. Sözə baxan uşaq idi. Birdən deyirəm, kaş məni incidəydi. Kaş mənə bir axır söz deyəydi. Deyərdim ki, bu mənə bir nəsə cavab qaytarırdı. Mən İsrafil elə olubdu ki, işdən gəlibdi, idmandan gəlibdi, giribdi, yuyunubdu, çıxıbdı. Demişəm İsrafil getmə. Yatası bir kəlmə deyib getmə. İsrafil qapıdan qayıdıbdı ki, atam anam dedi ki, olmaz. Həqiqətən də İsrafil qoçaq uşaq olubdu. Heç nədən qorxmayan, əl açıq. Hətta onun hərbi yoldaşları deyir ki, İsrafil müharibədə deyir, onlar qabaq cərgədə gedirdilər. Deyir, biz yemək tapırdıq da yeməyə. Bir də deyir, görürdük ki, İsrafil gedirdilər, deyir, nə bilim, deyir, şorabadanmı, meyvədənmi, həyətdən yığırdı, gətirirdi. Deyir, gülə-gülə deyirdi ki, yeyin. Deyir, İsrafil bizə elə olubdu ki, ata oldu burada, qardaş oldu. Salamlarsan gedirik almağa. Abır hayalı belə, hər şeyin yerini bilən başqa biri idi. 25-ci günü şəhid olmamışdan bir gün qabaq hamımızla danışdı, haqqınızı mənə halal eləyin dedi. Mən dedim, bizim haqqımız var sizə halal eləyək. Siz haqqınızı bizə halal eləyin ki, 30 ildən sonra siz getdiniz torpaqlarımızı azad eləməyə. Deyir, bizə deyirdi, evdə qardaşım var, evdə atan, anana baxan, qardaşım, bacım var. Deyir, əgər deyirdi ki, hə, hansının evdə varsa, deyirdi ki, yox da, şey eləmə. Amma deyir, hansı uşaq deyirdi, yoxdur. Deyir, onu deyirdi ki, keçin arxa cərgəyə, sizin evdə ata-ananıza baxan. Amma mənim evdə bir qardaşım var, atam anama baxacaqdı. Deyir, biz ona çox deyirdik ki, İsrafil, qabağa getmə. Deyirdi ki, yox. Amma biz bura döyüşməyə gəlmişik, gəlməmişik yatmağa. Hətta deyir, o bir də kaskar başına deyir, papaq deyir, qoymurdu. Deyir ki, bu dəmir mənə neyniyəcəkdir? Əgər alnımıza, deyir, qismətimizə yazılıbdırsa, şəhidlik olacaq. Ondan gözəl şey yoxdur, deyir, siz bilmirsiniz, deyir. Amma deyir, uşaqlar, deyir, o şəhid olanda, deyir, İsrafil çox oturub, belə biköv olurdu. Kövrəkliyi var idi, ağlayırdı. Familiyası İbrahimov idi. Dostların çoxu buna İbo deyirdilər biri. Belə yanına zəfirun deyirdim, İsrafil lazımdır. Deyirdim İbrahimova, İbonu deyirsən, belə gördüm çağırırlar. Atam özü adını ona vermişdi. İsi deyirdi. Onun çox qorxmaz, ürəkli olduğunu deyirdilər. Başlayırdı zarafatla, deyib gülməyə, hamının əhvalını açmağa ki, yəni hamımız ora gedirik də. Yəni bizim hamımız ya şəhidik, ya qazi. Belə uşaqlara təskinlik verə bilirmiş. Qələbədən sonra fikirləşirdik ki, nə zamansa biz ora qayıdacağıq da Şuşaya. Onun toyunu Şuşada eləmək arzusu, fikri var idi. Qədər qismət Allahdan. Nə qədər ağırlı, acılı olsa da, o qədər də şərəfli, qürurludur. Qələbə bizə böyük bir təskinlik, böyük bir təsəlli oldu. Allah hamısının ruhunu şad eləsin. İşte həmin günü çox mən narahat idim. Mən atasına dedim ki, Zəhvur biraz danışım, səsini eşidim. 25-ci günü mənlə danışdı. Mən ona hər dəfə belə bir ki də danışanda deyirdim ki, ehtiyatlı ol, ayağının altına bax. O da gülürdü. Deyirdi ki, ana, nə qismət varsa onu da görəcəyik. Amma mən həmin günü çox narahat idim. Elə bir ki, o deyirləri anlayan həqiqətən də agah olur. Mən namaz qılmağa getdim, özümə yer tapa bilmirdim. İnansız, elə bildim ki, kürəyim o tutub yanır. Hər namaz qılanda mən ağlayırdım. İsrafilin özü də namaz qılan uşaq olubdu. Mənə deyirdi ki, mama, dua elə, sənin duaların bizi qoruyacaqdı. Deyirdim ki, anan qurban, mən hamınıza dua eləyirəm. Nəysə demirdi. Deyirdi elə yaxşıdır, irəliyə gedirik, narahat olmayın, inşallah qələbə az qalıb. Ancaq məndə o hisslərim onu hər zaman mənə deyirdi, hər gün. Birdən adsız bir nömrə mənə gələndə, mən ancaq o xəbər gözləyirdim ki, nəsə deyəcəklər də. Axırıncı gün o 25-də dediyi kimi, ona görə bura budur da, yəni ya şəhidik, ya qazi bizə haqqınızı halal eləyir. Artıq elə bil insan hiss eləyir də, 26-cı günü də xəbəri gəldi ki, şəhid oldu. Mən özüm 92-93-cü illərdə müharibə illərində olmuşum. Döyüşçü olmuşuq. Elə da ki, mən olmuşdum yəni. İsrafil həmən yerlərlə onlar axıra kimi getdilər. Orada da erməni tərəfindən atılan minamyot partlayış nəticəsində də İsrafilgilin komandasında, yəni bölüklərində 2 nəfər şəhid oldu. İsrafildən başqa bir nəfər də şəhid olmuşdu.
26-sı günü gedəndə, sumkasını yığıb gedəndə mən doldum, ağladım. Dedim, bəlkə İsrafil getməyəsən. Güldü, dedi ki, bəlkə kim gedəcəkdi? Dedi ki, mən babam kimi çox yaşayacağam. Qızlar mənə dedi ki, bəs sən bugünkü günə dincəlməmisən ki, yox, mən hiss edirəm ki, İsrafilə nəsə oldu. Sonra atası Zəfruf deyəndə ki, bəs İsrafil artıq yoxdur. Elə bildim ki, ev çökdü, qaldım altında. Bax o cür. Axırıncı dəfə bir dənə evdən buradan yola salanda gördüm. Hələ müharibəyə getməmişdən. Bir neçə gün qabaq iş yerinə mən apardım. Fəth eləyib gedəndə buna yolda elə nəsihətim də olub ki, inşallah sağ-salamat, qələbə ilə qaydasınız. Sən qəhrəman olaraq inşallah qaydasınız. Bizim arzularımız başqa, qədər başqa. Mən onu yola salanda səhər-səhər, onun hələ də o baxışları, o kövrəlirəm. Belə baxdı, dedim, amma inşallah gedəcəm. Ya qismət olsa sağ qalacağam, qazi gələcəm. Qismət olmasa da sevinməyəsən, sənin oğlun şəhid olacaqdı. Bu sözü dedi. Dedim, elə niyə deyirsən? Dedi, hələ özü də biraz İsrafil deyib gülüb zarafat edən uşaq idi. Mənə güldü, dedi ki, sən sevin ki, sənin oğlun bayraqda gələcəkdi. Dedim, o nə sözdür deyirsən? Dedi ki, mama, ora gedən hər an ölüm anı görməlidir də. Biz onu görürük. Mənə o xəbər gələndə heç adsız bir telefondu, zəng gəldi. Telefonu açdım, dedi ki, bəs sizin evladınız da şəhidlik olduğunu mənə xəbər verdi. İnan həmən anda mən ona bir kəlmə dedim, vətənimiz sağ olsun. Kafedən çıxdım, qapının ağzında bir kəlmə dedim, Allahım, verən də sənsən, alan da, şükür məsləhətinə. Ancaq o gücü ver ki, mən də dayana bilim, dəfnimizi eləyə bilək. Nə qədər ağrı, nə qədər içimdə nələr oldu öz yerində. Mən gəldim burada, hamı ağlaşan, şivən, haykü olanlar oldu da. Dedim bunlar bizim qəhrəmanlarımızdır. Allah bunları məsləhət bildi, bunlar getdi bu torpaq yoluna şəhid. Dəfn olunub, mən qəbrin üstündə də o sözümü demişəm ki, vətənimiz sağ olsun. Allah dövlətimizi qorusun. Evlad acısı doğrudan çox ağırdır, çox acıdır. Mən istəməzdim ki, evladım təbii ki, şəhid olsun. Özüm istəyərdim. Gedim o döyüşə, özüm şəhid olum. Ancaq qədər, qismət Allahdan, Allah bilən məsləhət. Ancaq mən İsrafil döyüşə getməsəydim, məni də aparmasaydılar, doğrudan onu özümə bağışlaya bilməzdim ki, biz vətən deyib, döyüş, hər dasa danışa biliriksə, bu günləri, bunları onu da getməsəydi, məni də aparmırlarsa, mənə çox ağır gələrdi, onu mən qəbul eləyənməzdim. İsrafilin timsalında Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Agah olur insana. Mənim üzümdə 2 dəfə xəstələnmişəm, İsrafil mənim yuxuma gəlib giribdi. Mən oruç tutan vaxtı, o orucun ilk günündə gəlib məni təbrik eləyibdi. 3 dənə gülün qoxusu ilə. Qızılgül, Yasəmən, Nərgiz gülü. Mənə İsrafil iylətdi. Bir anlığa o iyini mən hiss elədim, çəkildi də. Sonra balaca oğlum Ayxan gəldi, dedim, mama, bu evdə nə qəşəng iyi gəlir. Mən dedim ki, gir ilə bax gör, o qoxu o hansı otaqdan gəldi. Dedi ki, İsrafilin otağından gəlir. O uşaq vaxtından inansan, mən onu oyuncaq alanda o ya hərbi maşınlar seçirdi, alırdı, ya da avtomat. Deyirdim, nə edirsən? Tanklar alırdı. Deyirdi ki, mən də hərbiçi olacağam. Deyirdim ki, yox, olma İsrafil. Amma özünün çox arzusu var idi. 22 yaş tamam oldu, 23-ə keçdi Qubadda da. Bizlə danışdı 2 gün qabaq. Dedim ki, İsrafil, ad gününü qəşəng elədin. Güldü, qayıtdı, dedi ki, mənə dedi, dağın başına mama, nə ad günü? Dedim, inşallah gələrsən, sənin ad gününü yaxşı keçirdərik. Qayıtdı, dedi ki, ya qismət. Amma həmişə deyirdi ki, 25 yaşımı çox möhtəşəm keçirdəcəm. Həqiqətən də onun 25 yaşı şəhidlər xiyabanında çox möhtəşəm oldu. Bir avtobus zəvvarlar gəldi onun yaşına. Mənə demişdi ki, mama, gələcəm, məni evləndirərsiniz. İnşallah Şuşadan toyum olacaqdı. İndi də dursaydı, bəlkə də deyərdim ki, gəl toyum eləyim.